Müharibə təzə bitmişdi. Dedilər ki, bir Sumqayıtda 12 yaşında bir oğlan var. O salfet satır. Onu çəkək, kömək eləyək. Çəkin, kömək eləyin. Və mən getdim, gördüm ki, maşının yük yeri var. Vaqona oxşuyur. Orada ailə qalır, ana, bacı, qardaş və dedilər ki, uzun müddət bu uşaq gedib salfet satıb, ailəni dolandırıb. Sonra bir oğlan bu uşağı yolda görüb və deyib ki, sən bir də salfet satma, mən hər dəfə sizin evə bazarlıq da eləyəcəm, maddi yardım da göstərəcəm və elə də eləyib. Həmən oğlan bu evə başlayıb bazarlıq eləməyə, maddi yardım göstərməyə və bir müddətdən sonra oğlan gəlməyib. Bu qapı döyülməyib, oğlan gəlməyib. O 12 yaşında uşaq təzədən gedir küçədə salfet satmağa. Bir günləri ana danışır ki, bu salfet satan uşaq anası danışır ki, bir günləri qapı döyüldü. Tanış oldu, hər dəfə gəldi, verdi. Ondan sonra anası gəldi ki, şəhid olub, heç kəs inanmaz. O bir günü bayram demirdi, çəsəmə demirdi, nə bileyim, 8 Mart demirdi. Bu şəhid qardaşımız şəhidlər mənim qapımı açıldı. Gecə saat 3-də ötdü, gəl. Baxıram ki, mən işimim yoxdur, onu itirdim, istəmirəm də bunu itirim.